Yusif Vəzir Çəmənzəminli, Hərrac hekayə. Böyük sərvət və mülk sahibi Hacı Kərim 2 gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər 4 qızını və 5 yaşındakı oğlunu başına toplayıb hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağası da hərdən yanıqlı bir ağ dedikdə evi hönkürtü götürürdü. 2 cilo ağlaşıb ağacı uzaq məhəllələrdən gəlmiş arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədəydi ki, birdən həyətə 3-4 cavan girdi. Əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırmaq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi. Gövhər özünü qızların üstünə atıb dəhşətli səslə çığırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir sürətdə Gövhəri kənar edib böyük qızı götürmək istədilər. Qız anasına sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zorla aralayıb qapıya doğru sürüdülər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çəkilməyə başladı. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb hissiz bir halda yerə yıxıldı. Bir də qalıqdı, ay qardaşlar, balamı kim apardı deyə soruşduqda qızı aparan Dabbaq Cavadın oğlu Dələduz Həsən olduğu bəlli oldu. Bu hadisə şəhərin hər bir güşəsində danışılanda şırın ballı cəhrə üstə əllərini göyə qovzayıb Allahdan belə istiğasə edirdi. Pərverdigara, deyirlər kör leyləyin yuvasını Allah tikər, bəs mənim bu oğlumun yuvasını niyə tikmirsən? Ağsaqqal vaxtında dükanların qabağında boş bikar dolanıb işə getmir. Şırın ballının duası müstəcab oldu. Gedib Hacı Kərimin yerdə qalan qızlarından birisini götürüb qaçmağı Allah Teala ona təlqin etdi. Ballının oğlu Vicə Qasım bir neçə yoldaşı ilə bərabər hücum edib Hacı Kərimin qızını qaçırdılar. Gövhər küçəyə çıxıb qızı çox izləmişdi. Bir də eşitdi ki, 3-cü qızını şirini ilə tovlayıb aparmışlar. Gün orta vaxtı Gövhərin qohumları yığılıb dərdləşirdilər, olacağa çarə yoxdur deyə fəlsəfə yürüdürdülər. Qismətdən artıq yemək olmaz deyirdilər. Bir də hacının bacısı Mina sükutdan aralanıb başını dik qovzadı. Valla bu mənə qardaş dərdindən artıq oldu dedi. Xalqın fikri budur ki, mənim arzum gözümdə qalsın. Yox. Burada Minanı yaş boğdu, gözlərini yaylığı ilə qurutdu, özünü biraz toxtadıb sözünə davam etdi. Gözümü böyük qıza dikmişdim, o qismət olmadı. Deməli qismət bu imiş, deyə kiçik qızı qucaqladı. Hər kəs onu heyrətlə nəzərindən keçirdi. Minanın hərəkətini dəli olduğuna həmil etdilər. Lakin Mina dəli olmamışdı, qızı qapıdan çıxardarkən deyirdi. Qardaşımda mənə bir payda düşməz, apararam, böyüdərəm, oğlum alaram. Hacı Kərim 2 gün idi ki, vəfat etmişdi. O günü qazı onun 4 qızına da əqd oxuyub ruhunu şad etdi. O biri gün yaxa bağlamadan sonra təzə yeznilər hacının evinə yığılıb cehiz davası edirdilər. Vicə Qasımın tərəfindən anası gəlmişdi.